Esselamu aleyküm, salam aleyküm. Necəsiz, nə var, nə? Əşrəf tək oğlan yekdi ya, Əşrəf tək. Mən Əşrəf təkəm. Çünki mən özüm Əşrəf təkə oxşayıram. Yəni burada bəziləri pis başa düşərlər, deyərlər ki, indi yorumlarda, mən indi video çəkəcəm, yorumlarda yazırlar ki, sən Əşrəf təkə oxşamırsan. Mən qardaş, Əşrəf təkə oxşayıram. Bığlarım, qaşlarım, gözüm, saçım Əşrəf tək. Əşrəf və Rüya. Yəni o seriala mən bəlkə də bir 2 ildir baxıram. O aktyor çox gözəl aktyordur, Əşrəf tək. Çünki mənim eyni boydayıq, eyni yaşdayıq. Boyum 1.83, çəkim 78, ayağımın razmeri 44, ayaqqabımın razmeri 44, boyumun razmeri 1.83, yaşım da 40. Yəni Əşrəf tək kimi çiynim var, qolum var, boynum var. Vid məndə, yarışıq məndə. Hələ subay qalmışam. Yəni mən indi inşallah bilmirəm mən nə vaxt evlənəcəm. 2 ildən sonra evlənəcəm, 3 ildən sonra evlənəcəm. Simpatik oğlanam qardaş. Hər yerə gedirəm, hamı baxır mənə. Yaraşıqlı olduğuma görə baxırlar mənə ki, yaraşıqlıyam. Oldu. Bəyənin ha. Gözləyəcəm inşallah sizi. Ay sağ ol. Daha gedib Vəlizara baxmayın, mənə gəlin baxın. Yaraşıqlı oğlan Əşrəf təkə.